Salam. 12.03.2023-cü il buraxılış imtahanı riyaziyyat suallarına baxıq. Birinci sual. Bucaq AOB-də OS tənbələni çəkilmişdir. AOB-də OS tənbələni çəkilmişdir. SOB 30 dərəcədir. SOB bucağı 30 dərəcədir. AOB-ni tapın. SB 30 dərəcədirsə, AOS bucağı da 30 dərəcədir. AOB bucağı bərabərdir 30 vur 2 bərabərdir 60. İkinci sual. AB çoxluqları üçün NA7, NB bərabərdir 4. NA kəsişir B-nin ən böyük qiymətini tapın. A kəsişir B-nin ən böyük qiyməti. Ən böyük qiyməti istəyir. Ən böyük qiymətini tapmaqdan ötürü bir çoxluq digər çoxluğun alt çoxluğu olmalıdır. Deməli, B çoxluğu A çoxluğunun alt çoxluğu olmalıdır. NB-nin 4 elementi var. A çoxluğunun isə 7 elementi vardır. Kəsişmənin ən çoxu 4 elementi vardır. Doğru cavabımız B variantı. Silindrin diametri 16, hündürlüyü 8 olarsa silindrin həcmini istəyir bizdən. Silindri çəkək. Silindrin otacağının diametri 16, hündürlüyü isə 8-dir. Silindrin həcmini istəyir. V bərabərdir. Silindrin həcmi oturacağının sahəsi vurulsun hündürlükdür. Diametrimiz 16-dırsa, radiusumuz 8-ə bərabərdir. Deməli, R bərabərdir 16 bölü 2, 8. Getirək, yerləşdirək yerinə. Pi 8-in kvadratı vurulsun 8. Bərabərdir 512 pi. Doğru cavab D variantı. Dördüncü sual. A vektoru 2, 1, 0. B vektoru verib bizə 2, 3, mənfi 2. A vurulsun B skaler hasilini istəyir bizdən. İki vektorun skaler hasilinin düsturunu hatırlasaq. X1 vurulsun X2 plus Y1 vurulsun Y2. X1 X2'ye vuraq. 2 vurulsun 2 üstə gələk. Plus Z1 vurulsun Z2. Plus 1 vur 3 plus 0 vurulsun mənfi 2. Bərabərdir 4 plus 3 plus 0 bərabərdir 7. Doğru cavabımız Y variantı. 5. sual. 2 kosinus 2x plus kosinus 50 bərabərdir sinus 40 dərəcə. Kosinus 50 çevirmə düsturuna görə kosinus 50 dərəcə bərabərdir sinus 40 dərəcə. Deməli, mən bu ifadənin yerinə sinus 40 yazsam, sağa keçirsəm, verir bizə 2 kosinus 2x bərabərdir 0. Kosinus 2x bərabərdir 0-a. 2x bərabərdir. Kosinus 0-ı 90 dərəcədə alır. Bir də yarım dövr getdikdən sonra alır. Yəni 0-ı 90 dərəcədə, mənfi 90-da və yaxud 270-də, yenə yarım dövrdə etdikdən sonra 0 alır. Deməli, yarım dövr 90 dərəcə pi bölü 2, plus yarım dövr pi k. K-da daxildir z. X bərabərdir 2-yə bölsək, verir bizə pi bölü 4 plus pi k bölünsün 2. Doğru cavab D variantı. 6. sual. 3 kök 2 vurulsun kök 5 vurulsun 4 kök 10. Bərabərdir ifadəsinin qiymətini hesablayın. 3 vur 4. Digər köklər ifadələri bir kökdə yazsaq, çünki dərəcələri eynidir. Verir bizə 3 vur 4, 12 vurulsun kök 100. Kök 100-dən də çıxır 10 bərabərdir 120. 120 A variantı.
7-ci sual. Sürəti məxrəcindən 3 vahid kiçik olan kəsirin özü ilə tərsinin cəmi 2,9 olarsa, sürəti məxrəcindən 3 vahid kiçik. Məxrəc x-dirsə, sürət məxrəcdən 3 vahid kiçikdir. Özü ilə tərsinin cəmi. Bu kəsirin tərsi bu ifadədir. Cəmi 2,9-dur. 2,9-dursa, onda 29-a bərabərdir. Ortaq məxrəci gətirsək, birinci kəsir x-3-ə, ikinci kəsir x-ə vuraq. Deməli, ortaq məxrəcimiz x vurulsun x-3. Sürət olur x-3-ün kvadratı plus x-in kvadratı bərabərdir 10-da 29. Sadələşdirsək, x kvadratı plus 9 minus 6x plus x kvadrat. Burada da olur x kvadrat minus 3x bərabərdir 29, 10. Çarpaz vursaq, bu verir bizə 2x kvadratı, onu da vuranda 20x kvadratı. Minus 60x plus 90 bərabərdir 29x kvadratı minus 87x. Bərabərliyin sol tərəfini sağ tərəfinə keçirsək, verir bizə 9x kvadrat. Minus 27x minus 90 bərabərdir 0. Hər tərəfi 9-a bölsək, x kvadrat minus 3x minus 10 bərabərdir 0. X minus 5, x plus 2 vuruqlara ayırsaq, x birimiz bərabərdir müsbət 5, x ikimiz də bərabərdir mənfi 2. Biz mənfi qiymətinə baxmırıq, çünki kəsir hissə mənfi ola bilməz. Ona görə 5-i götürürük. Bu kəsirin qiymətini tapın. Deyir, sürət məxrəcdən 3 vahid kiçikdir. Məxrəci 5 götürsək, sürət də məxrəcdən 3 vahid kiçik. Yekun cavab 5-də 2. 5-də 2 A variantı. 3 üstü x kvadrat minus 2x bərabərdir 27 tənlinin kiçik kökünü tapın. 3 üstü x kvadrat minus 2x bərabərdir 3 üstü 3. Əsaslar eynidir deyə qüvvətləri bərabər götürürük. Verir bizə x kvadrat minus 2x bərabərdir 3. X kvadrat minus 2x minus 3 bərabərdir 0. X minus 3, x plus 1 bərabərdir 0. X birimiz 3, x ikimiz də mənfi 1. Deməli, bizdən tənliyin kiçik kökünü istədiyinə görə mənfi 1-i götürürük. Doğru cavab C variantı. Sual, AD'nin uzunluğunu soruşur bizdən. Şəkli çəkək. Bu toxunan, bu da kəsən. Bura verib bizə 8, bura verib bizə 12. AD'nin uzunluğunu istəyir bizdən. AD'nin uzunluğunu istəyir. Burada bu edir. Biz toxunanın xəssəsinə, çevrədə toxunanla kəsən arasındakı əlaqə düsturundan istifadə edəcəyik. A, B, C. A-nın kvadratı bərabərdir B vurulsun B plus C. İndi buradan A, C-nin yerinə bir x yazaq. 8-in kvadratı bərabərdir x vurulsun x plus 12. Demək, x kvadrat plus 12x minus 64 bərabərdir 0. Vuranda mənfi 64, toplayanda müsbət 12 olan ədəd x plus 16, x minus 4 bərabərdir 0. X birimiz bərabərdir mənfi 16. X ikimiz bərabərdir 4. Mənfi 16 qiymətini götürmürük. Bu kənar kökdür. X-in yerinə götürürük 4. Deməli, mən bu x-in yerinə 4 yazsam, məndən AD-nin uzunluğunu istəyir. AD bərabərdir 4 plus 12 bərabərdir 16. 16 düzgün cavabımız Y variantı. 10-cu sual. 0,2 dövrdə 6 plus 0,2 ifadəsini hesablayın. Açsaq biz bunu, verir bizə 90-da 26-dan 2 çıxırıq.
Dövrü onluq kəsirin adi kəsirə çevrilməsidir də. Dövrdəki rəqəmi sayı qədər 9, dövrdə qədərki rəqəmi sayı qədər 0. Hamısından bax dövrə qədərkini çıxdım. Plus 10'da 2 bərabərdir. 90'da 24 plus 10'da 2 bərabərdir. İxtisar aparsaq verir bizə 30'da 8 plus, bunu da ortaq məxrəcə gətirmək üçün 3'ə vursaq, verir bizə 30'da 6 bərabərdir 30'da 14. İxtisar da aparsaq 15'də 7. Doğru cavabımız C variantı. 11-ci sual. 50 nəfərlik oyunda sıra nömrələri püşk atma ilə seçilir. Seçilən bir nəfərin nömrəsinin 7'ye bölünən cüt ədəd olması ehtimalını tapın. 50 nəfərlik oyunda bir nəfərin nömrəsinin 7'ye bölünən cüt ədəd. 7'ye bölünən cüt ədəd 14'dür, 28'dir, 42'dir. İlk 50'likdə. Ehtimalı da hesablamaq üçün ümumi 7'ye bölünən cüt ədəd hesablamaq üçün ümumi 50 nəfərimiz var. Onlardan üçünün nömrəsi 7'ye bölünən cüt ədəddir. Bunu da 100'də 2'ye vursaq sürət və məxrəci 6, 0,6 B variantı. 12. sual. M1 vurulsun x üstü 4 plus 3x üstü 8. Çox ədlinin dərəcəsi 39. Dərəcə 39. M2 x üstü 6 plus 2x plus 3 üstü 7'nin dərəcəsi 46 olarsa M1 üstü 5 vurulsun M2 üstü 11 çox ədlisinin dərəcəsini hesablayın deyir. Demək, çox ədlini qüvvətə yüksəltmək üçün dərəcəni, bax buradan x üstü 4'ü götürürəm. 8-ci dərəcəyə qüvvətə yüksəldirəm. Demək, olur belə. M1 vurulsun x üstü 4 üstü 8 bərabərdir. M1 vurulsun x üstü 32. Ancaq bunun dərəcəsi 4'dür. Demək ki, bu M1 çox ədlisi hər hansı bir içərisində çox ədli var da. X'in dərəcəsi bir n deyək. Vursaq x üstü 32'yə bu çox ədliyə vurduqda əsaslar eynidir deyə qüvvətləri toplayacağıq. Deməli n plus 32 bərabərdir 39'a. N də bərabərdir 7'yə. Deməli M1 çox ədlisinin dərəcəsi, M1'in dərəcəsi 7'dir. İndi M2'yə baxaq. M2. Demək, M2 çox ədlisini vurduq. Bax, burada x üstü 6'nı 7-ci dərəcədən qüvvətə yüksəldəcəm. X üstü 6 üstü 7. Bunun da dərəcəsi 46'dır. Deyək ki, bura bir n deməyək, k deyək. Deyək ki, burada M2 çox ədlisi hər hansı bir çox ədlidir. Bunun dərəcəsi k'dır. Vurduq. Ən böyüyünü götürürük də k yazaq bura. Vurublar x üstü 42'yə. Əsaslar eynidir deyə çox ədliyə vuranda qüvvət üstlərini toplayırıq. Deməli, k plus 42 bərabər olmalıdır 46'ya. Buradan da k bərabərdir 4'ə. Demək ki, M2 çox ədlisinin dərəcəsi 4'dür. M1'in dərəcəsi 7, M2'nin dərəcəsi 4. İndi bizdən M1 üstü 5, M1'i yazaq. M1 neçədir? M1 üstü 7'dir. Üstü 5. Vurulsun M2'nin dərəcəsi M2 üstü 4'dür dərəcə. Üstü 10. Deməli, M1 üstü 35 vurulsun M2 üstü 44. Qüvvət üstləri də toplayanda verir bizə 79. Düzgün cavab B variantı. 13. sual.
əhalisi 70.000 olan şəhərin sakinləri bir ildən sonra 74.200 oldu. Şəhərin əhalisi neçə faiz artdı? Bu tipli məsələlərdə kəmiyyətlərin dəyişməsinin faizli ifadəsindən istifadə edirik. Surətdə fərqin modulunu yazırıq. Məxrəcə əvvəlki və yaxud da ki, ilkin qiyməti yazırıq. Vururuq faiz nisbətini tapmaq üçün 100%. İndi 74.200-dən çıxıram 70.000-i, bölürəm ilkin qiymətinə, vururam 100%-ə. Bərabərdir. Verir bizə 4200, 70.000 vurulsun 100. İxtisarımızı aparsaq, 4 sıfırla bu 4 sıfır 7, 42 ilə də 7 qaldı 6%. Deməli, əhali 6% artmışdır. Y variantı. 14-cü sual. Loqaritma 2 əsasdan 3 bərabərdir A olarsa, loqaritma 3 əsasdan 18-i A ilə ifadə edin. Mən bir əsasdan digər əsasa keçmə qaydasından istifadə edəcəm. Deməli, loqaritma 3 əsasdan 18-i loqaritma 2 əsasa gətirəcəm. Loqaritma 2 əsasdan 18, loqaritma 2 əsasdan 3 kimi yazacağam. Bax, bu şəkildə. Bərabərdir. 18-in sadə vuruqları ayırsam, 2, 3, 3. Bu şəkildə yaza bilərəm. Bax, loqaritma 2 əsasdan 18-in loqaritma 2 əsasdan 2 plus loqaritma 2 əsasdan 3 plus loqaritma 2 əsasdan 3. Məxrəcdə də olur loqaritma 2 əsasdan 3. Bərabərdir. Gətirib loqaritma 2 əsasdan 3-ün yerinə A yazsam, ifadəmiz bu şəkildə düşər. Loqaritma 2 əsasdan 2 verir bizə. Bax, bu ifadənin yerinə 1 yazacağam. Loqaritma 2 əsasdan 3-ün yerinə A yazaram. Digərinin də yerinə A yazaram. Məxrəcdə də A olur. Verir bizə A-da 2A plus 1. Doğru cavabımız 2A plus 1, məxrəcdə A. Kostyum və ayaqqabının qiyməti 720 manatdır. Kostyumun qiymətini 20%, ayaqqabının qiymətini isə 30% endirim edildikdən sonra ikisinin birlikdə qiyməti 564 manat oldu. İndirimdən əvvəl kostyumun qiymətini tapın. Kostyumun qiymətini bir x ilə ifadə edək. Ayaqqabının qiymətini y ilə ifadə edək. X plus y bərabərdir 720. Kostyumun qiymətinə 20% endirim edildi. 20% endirim edilibsə, 100%-dən 20%-ə çıxdıq, verdi bizə 80%. 80%-imiz də onluq kəsir şəklində göstərsək 0,8. Deməli, kostyumun qiyməti oldu endirimdən sonra 0,8 x. Ayaqqabının qiymətini 30% endirim edilibdir. Olur 70%, o da verir 0,7 plus 0,7 y və ikisinin birlikdə qiyməti 564 manat olmuşdur. Endirimdən əvvəl kostyumun qiymətini hesablayın. Aşağıdakı ikinci tənliyi ona vurub sadələşdirək. Demək, olur belə x plus y bərabərdir 720, 8x plus 7y bərabərdir 5640. Ona vurub sadələşdirdik. Birinci tənliyə bizdən kostyumun qiymətini soruşduğuna görə biz y-ləri çalışırıq islah edək. Demək, birinci tənliyi 7-yə vuraq. Olur belə. 7x plus 7y bərabərdir 5040. Bu da verir 8x plus 7y bərabərdir 5640. Tərəf-tərəfə çıxsaq, ikinci tənlikdən birinci tənliyi çıxıram. X bərabərdir. Çıxanda verir bizə 600 manat. Deməli, kostyumun qiyməti endirimdən əvvəl 600 manat. 16.
Uzunluğu 1 cm olan parça müstəvini kəsir və bu parçanın ucları müstəvidən 0,1 cm və 0,5 cm məsafədə olarsa, bu mailin müstəvi üzərindəki proyeksiyasını tapın. Parça, bax deyək belə bir müstəvidir. Parça gəlir, müstəvini kəsir. Parçanın müstəvindən ucları bax bu hündürlükdədir. Demək 0,1, o birisi isə 0,5 cm məsafədə olarsa, bu mailin müstəvi üzərindəki proyeksiyasını istəyir. Bax, bu mailin bu müstəvi üzərindəki proyeksiyasını istəyir. Şəkli sadə formada çəksək, bura verir 0,1, bura verir 0,5. Bu mailin də uzunluğu verib bizə 1 cm. Mən bu şəkli üçbucağa tamamlasam, 0,1-dirsə, burada 0,1-dir. Deməli, belə bir üçbucaq aldıq. 1 bura, 0,6 bura. Bu x tərəfini tapsaq, x bərabərdir. Pifaqor teoremini tətbiq edirik. 1-in kvadratı çıxılsın 0,6-nın kvadratı. Bu da verir bizə 0,8. Demək ki, mailin, bax, düz xətt üzərindəki proyeksiyası 0,8-ə bərabərdir. 17-ci sual. Z1 bərabərdir -1 plus 2i. Z2 bərabərdir 1 plus i. 1 minus i. Olarsa Z bərabərdir 2z1 çıxılsın 7z2 plus 6 bərabərdir. Z2-ni sadələşdirsək, məxrəcin qoşmasına vursaq, 1 plus i-yə vururam. Bu da olur 1 plus i-yə vurdum. 1 plus i-nin kvadratı olur da. Deməli, məxrəc verir kvadratlar fərqi. 1-in kvadratı minus i-nin kvadratı. I-nin kvadratı -1 verir. Məxrəci aldıq 2. Surəti də 1-in kvadratı plus i-nin kvadratı plus birincinin ikinciyə vurma hasilinin 2 misli 2i. Olur. I kvadratı -1, 1 islah getdi, qalır orada 2i. 2'lər də ixtisar getdi, i qaldı. Gətirib düsturda yerinə yazsaq, 2 vurulsun. Z1-in yerinə -1 plus 2i. Çıxılsın, 7 vurulsun. Z2-nin yerinə i yazıram. Plus 6 bərabərdir. 2-ni -1-ə vuranda -2. 2-ni müsbət 2-yə vuranda 4i. Minus 7i plus 6 bərabərdir. -2-nin üstə 6 gələndə 4. 4i-nin üzərinə 7i, -7i gələndə verir bizə -3i. Kompleks ədədin həqiqi hissəsi 4, xəyali hissəsi isə -3-dür. Deməli, Z kompleks ədədi düsturumuzu bilirik də A plus BI. Biz də yekunda aldıq 4 minus 3i. Həqiqi hissə A'dır, xəyali hissə isə B'dir. A'nın yerinə 4 durur. Həqiqi hissəsi 4-dür. 18. 2-də 7 minus 6k çıxılsın. 8k plus 1, 3 kiçikdir 12 minus 10k. Bərabərsizliyin ən böyük tam həllini istəyirik. Hər tərəfi 6-ya vursaq, altı ilə 2 ixtisar gedəcək, qalır burada 3 vurulsun 7 minus 6k. Çıxılsın 6 ilə 3 getdi, 2 vurulsun 8k plus 1. Kiçikdir 72-dən, o da kiçikdir 60k'dan. Vurub açsaq 3 dəfə 7'nin 21 minus 18k minus 16k minus 2 kiçikdir 72 minus 60k. Sadələşdirsək
18 16K 60K'nı da sola geçirsək verir bizə 34K 60K minus 34K kiçikdir. 21'dən 2 çıxdıq 19, sağa keçirdik 72 minus 19 verəcəkdir. 60K'dan 34K çıxsaq verir bizə 26K kiçikdir. 72'dən 19 çıxsaq 53. K da kiçikdir. 53 bölünsün 26'dan. K kiçikdir. 2 tam 26'da 1'dən. Bizdən deyir ki, bərabərsizliyin ən böyük tam həllini tapın. Bərabərsizliyi ədəd oxunda təsvir etsək, 2 tam 26'da 1'dən kiçik olmalıdır. 2 tam 26'da 1'dən kiçik ən böyük tam ədəd isə 2'dir. Doğru cavabımız 2. 19-cu sual. Düzbucaqlı trapesiya deyir. Düzbucaqlı trapesiyanın kiçik yan tərəfi 4. Düzbucaqlı trapesiyadır. Oturacaqları fərqi AB, A minus B bərabərdir 3. Böyük diaqonalı. Böyük diaqonalı bax bu olacaqdır. Böyük diaqonal kök 41'dir. Böyük yan tərəf isə 5'dir. Trapesiyanın perimetrini istəyir bizdən. Diqqətlə baxsaq, burada bir düzbucaqlı üçbucaq görürük. Bax belə. Bura kök 41, bura 4. A tərəfini tapsaq, A-nı Pifagor teoreminə əsaslanıb tapırıq. A bərabərdir kök 41'in kvadratı çıxılsın 4'ün kvadratı. 41'dən 16 çıxanda 25, oradan da çıxır 5. Deməli, A-nın qiyməti 5'dir. A-nın yerinə 5 yazsaq, 5 çıx B bərabərdir 3, B bərabərdir 2. Bizdən trapesiyanın perimetrini istəyir. Trapesiyanı yenidən çəksəm, bax bu trapesiya. Demək, B-ni almışam 2. A verib mənə 5, 4, 5. Trapesiyanın perimetri tərəflərinin uzunluqları cəminə bərabərdir. Verir bizə 16. İlkin cavabımız 16. Su damcısının göldə əmələ gətirdiyi konsentrik çevrələrin hər birinin radiusu eyni ədəd qədər artır. 3-cü və 5-ci çevrələrin uzunluqları cəmi. Deməli, A3 plus A5 bərabərdir 36 pi. 2-ci və 7-ci çevrələrin uzunluqları cəmi A2 plus A7 bərabərdir 40 pi. Birinci çevrənin uzunluğunu istəyir. A1'i bizdən istəyir. A3'ü açsam A1 plus 2D. A5'i açsam A1 plus 4D bərabərdir 36. A2'ni açsam A1 plus D. A7'ni açsam A1 plus 6D bərabərdir 40 pi. Burada verir bizə 2A1 plus 6D bərabərdir 36 pi. Birisində də verir yenə 2A1 plus 7D bərabərdir 40 pi. Tərəf-tərəfə çıxsaq, verir bizə D bərabərdir 4 pi. A1'i yerinə qoyub hesablasaq, ya birinci tənlikdə, ya ikinci tənlikdə. Birinci tənlikdə yerinə qoyub hesablayıram. Birinci tənliyimiz 2A1 plus 6D idi də, bərabərdir 36 pi.
Getirib d-ni yerinə 4pi yazsaq, 2a1 plus 6 vurulsun 4pi bərabərdir 36pi. 2a1 bərabərdir 6 və 4-ün 24, 36-dan da 24 çıxsaq, verir bizə 12pi. A1 də bərabərdir 6piyə. Yekun cavabımız, deməli, birinci çevrənin uzunluğu A1'imiz, S1'imiz 6piyə bərabərdir. 21-ci sual. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın medianların kəsişmə nöqtəsindən tərəfə qədər olan, bax, bu məsafəmiz verib bizə 4 santimetr verib. Bizdən bu üçbucağın sahəsini istəyir. Bu məsələni müxtəlif yönlərdən işləyə bilərik. Hündürlük median tənbölənin xassəsindən. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda hündürlük median tənbölən, bax, bu düz xəttdir. Həm də bax, bu bərabər tərəfli üçbucaqda bu kiçik tərəf daxilə çəkilmiş çevrə radiusudur. Daxilə çəkilmiş çevrə radiusu da A bölünsün 2 kök 3'dür. A bölünsün 2 kök 3 bərabərdir 4'ə. A bərabərdir 8 kök 3'ə. Bərabər tərəfli üçbucağın tərəfini tapdım. Bərabər tərəfli üçbucağın sahə düsturu var. S bərabərdir A kvadrat kök 3 böl 4. Getirib yerinə yazaq. A-nın yerinə 8 kök 3 yazacağım. S bərabərdir 8 kök 3'ün kvadratı vurulsun kök 3 bölünsün 4. Bərabərdir 8'in kvadratı 64, kök 3'ün kvadratı 3, vur kök 3 böl 4. İxtisarlarımızı aparsaq, 16'nı 3'ə vuranda 48 kök 3. Yekun cavabımız 48 kök 3. Bu 21-ci çalışmanın başqa yöndən də işləyə bilərik. 21-ci çalışmanı. Burada daxilə çəkilmiş çevrə radiusundan getdim. İndi gedə bilərik belə. Bərabər tərəfli üçbucaqda hündürlük həm median, həm də tənböləndir. Buradan bu nöqtədən bura qədər məsafə 4-dürsə, təpiyə qədər məsafə 8-dir. Çünki medianlar kəsişir, kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətinə bölünür. Bərabər tərəfli üçbucaqda hündürlük, median, tənbölən bərabərdir A kök 3 bölünsün 2. Ümumi hündürlüyümüz verdi bizə 12. A kök 3 böl 2 bərabərdir 12'yə. A kök 3 bərabərdir 24. A bərabərdir 24 bölünsün kök 3. O da bərabərdir, irrasionallıqdan azad etsək, qalır 8 kök 3. Yenidən düsturda yerinə yazırıq. S bərabərdir A kvadrat kök 3 böl 4. O da verir 8 kök 3'ün kvadratı kök 3 böl 4. Verir bizə 48 kök 3. Yekun cavabımız 48 kök 3. 22-ci sual. Kvadratı 25 bərabər hissəyə bölünmüşdür. Tangens alfa ilə plus kosinus beta 25 hissəyə bölünmüşsə, deməli hər tərəfə 1-1 düşürmüşdür. Alfanın tangensinə baxaq. Alfa bucağının tangensini hesablamaq üçün bax bu üçbucağa baxırıq. Bax bu üçbucağa. Tangens alfa qarşı katetin bitişik katetə nisbətidir. Burada, bax, bunu kəsib götürsəm, burada neçə vahiddir? 2 vahiddir. Burada neçə vahiddir? 4 vahiddir. Tangens alfa bərabərdir 4 bölünsün 2. Verir bizə 2. Demək, tangens alfanın yerinə 2 yazıram. Keçdik kosinus beta'ya. Kosinus beta'nı da hesablamaq üçün baxın. Bax, bu üçbucağı götürəcəm. Bax, bu üçbucağı. Bu üçbucağı da çəksək belə, düz bucaqlı üçbucaq kimi.
Demək, bura 3 vahiddir, bura 4 vahiddir. Beta bucağının kosinusu lazımdır. Kosinus bilirik ki, bitişik katetin hiptenuza nisbətidir. Biz hiptenuzu hesablayaq. Deyək ki, bura bir S yazsaq, S bərabərdir 4'ün kvadratı plus 3'ün kvadratı. O da verir bizə 5. Kosinus betanı tapmaq üçün beta bucağının kosinusu, kosinus beta bərabərdir 3'ün 5'ə nisbəti. Buranı 5 tapmışıq axı. 3'ün 5'ə nisbəti. Getirib qoyaq yerinə. 3'ün 5'ə nisbəti. 2 plus 0,6 verir bizə 2,6. 22. sual 2,6. Doğru cevap. 23. sual. Kx plus b funksiyasının üzərində AB nöqtələri verilib. AB perpendikulardır BS'ye. AB ilə BS qarşılıqlı perpendikulardır. AS'nin uzunluğunu istəyir bizdən. Demək, birinci funksiya üçün y bərabərdir 2x plus b. B-ni hesablayaq. Demək, bu nöqtənin koordinatı A nöqtəsi -3, 0'dır. Yerləşdirsək, bax bu funksiyanın qrafikinə baxırıq. Grafikə görə biz analitik formaya təsvir edirik. Deməli, x'in yerinə qoyacağım -3. -3 vurulsun 2 plus b bərabərdir 0. -6 plus b bərabərdir 0. B bərabərdir 6'ya. Deməli, funksiyamız bu şəkildədir. Y bərabərdir 2x plus 6. Belə. Buranı silsəm. Digərində funksiyaya baxaq. Bax, bu birisi funksiyanın b'si. Bax, biz b'ni 6 tapmışıq da. Y bərabərdir kx plus b'dir. B hər ikisinə aiddir. B'miz 6'ya bərabərdir. Bax, bu b'nin yerinə 6 yazacağım. İndi biz tapmalıyıq K'nı. Bu funksiyanın qrafikləri qarşılıqlı perpendikulardır. Qarşılıqlı perpendikulardırsa K1 vurulsun K2 -1'ə bərabər olmalıdır. Bu funksiyada da K1'imiz 2'dir. 2 vurulsun K2 bərabərdir -1. K2 də bərabərdir -1 bölünsün 2. Deməli, bu funksiyada, bax bu ikinci funksiyada K'nın yerinə -2'də 1 yazacağım. Belə. Deməli, bu funksiyamız sadə formada yazsaq, -2'də 1x plus 6 şəklindədir. Bu funksiyaya görə də S nöqtəsinin koordinatını tapmaq üçün bu nöqtədə S nöqtəsində x var, y yoxdur deyə 0. Bu tənli funksiyada y-in yerinə 0 yazacağım. Olur belə, -2'də 1x plus 6 bərabərdir 0. X bərabərdir 12'yə. Deməli, S nöqtəsinin koordinatı burada 12'dir. Bizdən AS'nin uzunluğunu istəyir. Buradan bura 0'dır, bax bura. 0'dan -3 çəkim məsafə 3, 0'dan S nöqtəsinə qədər olan məsafə 12'dir. Deməli, AS nöqtəsi arasındakı məsafəni tapmaq üçün koordinatlarının fərqinin modulunu da yaza bilərik. Verir bizə -15, oradan müsbət 15. Və yaxud da ki, buradan bura 3 vahiddir, buradan bura 12 vahiddir. 3 plus 12 bərabərdir 15. Hər iki hal doğru hesab olunur. 24. suala baxaq. 2x bərabərdir 5y, 3x bərabərdir 7z olarsa, x plus z və z minus y ifadəsinin qiymətini hesablayın. Mən baxıram ki, bu ifadələrin hər ikisində x dəyişəni iştirak edir. Birinin əmsalı 2'dir, o birisinin əmsalı 3'dür. Mən burada x-lərin əmsallarını bərabərləşdirməliyim. 2 ilə 3'ün əkobu 6'dır. Deməli, mən birinci ifadəni sağı da solu da 3'ə vurmalıyım. İkinci ifadəni sağı da solu da 2'yə vurmalıyım. Demək olur belə, 6x bərabərdir 15y.
Buradan da yine 6x beraberdir 14z. Bunun da beraberliğini sağ tərəfləri bərabərləşdirsək 15y bərabərdir 14z. Y-imiz 14K'dır, Z-imiz 15K. Getirib yerinə qoysaq, demək, buradan almışıq Y bərabərdir 14K'dır. Z bərabərdir 15K. Bizə bir də lazımdır X. Getirib yerinə yazsaq, ya birincidə, bax burada, ya ikincidə, ya da bu tənliklərdən birində. Fərqi yoxdur. Bax, misal üçün, 2x bərabərdir 5y-imiz var da. Y-in yerinə 14K yazsaq burada, 2x bərabərdir 5 vurulsun 14K. İxtisar da aparsam, x verəcəkdir bizə 35K. Getirib yerinə qoyaq, bax, demək, x-imiz 35K. Z-imiz 15K. Z-imiz yine 15K. Çıxılsın 14K. Bərabərdir. Verir bizə məxrəcdə 1K. Surətdə verir bizə 50K. O da bərabərdir 50'ye. İlkin cavabımız 50. Düzbucaqlı paralelipiped verib. Düzbucaqlı paralelipipedin deyir ki, bir yüzünün diagonalı, üzlərinin diagonalları. Deyir ki, bu yüzünün diagonalı. Bura A'dır, bura B'dir. Bu da olur kökdə, deməli, D1 bərabərdir. Kökdə A kvadratı plus B kvadratı. İkinci yüzün diagonalı. Bura B'dir, burada C'dir. Deməli, D2 bərabərdir kökdə B kvadratı plus C kvadratı. Ya ön ya arxa yüzün diagonalı. Deyək ki, bu diagonal. Bura C'dir, burada A'dır da. Deməli, D3 bərabərdir A'nın kvadratı plus C'nin kvadratı. Yerinə qoysaq, deməli, D1'in yerinə yazırıq. Bərabərdir 5. D2'nin yerinə yazırıq 7. D3'ün yerinə yazırıq kök 54. Sağlı sollu kvadrata yüksəltsək, verir bizə A kvadrat plus B kvadrat bərabərdir 25. B kvadrat plus C kvadrat bərabərdir 49. A kvadrat plus C kvadrat bərabərdir 54. Tərəf-tərəfə toplasaq, verir bizə 2A kvadrat plus 2B kvadrat plus 2C kvadrat bərabərdir. Toplasaq, 128. Hər tərəfdə 2'ye bölsək, A kvadratı plus B kvadratı plus C kvadratı bərabərdir 64. Bizdən düzbucaqlı paralelipipedin diagonalını istəyir. D bərabərdir A kvadratı plus B kvadratı plus C kvadratı. Düsturu bilirik. Bu ifadənin yerinə də 64 yazsam, diagonalı alırıq 8. Doğru cavabımız 8. Qədər.